Salam buyurun. Mənim sualım var həkimə. Buyurun. Buyurun xanım. Həkim, mənim qulağımda səs var. Yəni bu neçə ildir? Çox yerlərə getmişəm. Neynəmək olar? Kulağınızda... Çox sağ olun. Təşəkkür edirəm. Siz sağ olun. Neçə yaşınız var? 64. Neçə ildir kulağınızda ses var? Bir 6-7 il olar. Təzyiqiniz var mı? Bəli. İndi təzyiqim normadadır. Normada... Müalicə alıram. Ay sağ ol. Tablet qəbul edirsən normaya. Bəli, bəli. Şəkər necə? Şəkər xəstəliyi. Xeyr, xeyr. Əsəblər necə? Yuxu necədir? Yuxu pozğunluğu təzə olub. 1 aydır. Çox sağ olun. Başqa gecələnmə olmur ki? Xeyr. Çox sağ olun sualınızı. Siz sağ olun həkim. Allah canınızı sağ edin. Sağ olun. Teşekkür ederim. Başda səsin əmələ gəlməsində Samir bəy çox faktorlar var. Bunlardan biri damarların daralması. Elə bir çay, Kür çayının geniş yeridir, lal gedir. Daralan kimi çay görürsən şırıltısı neçə kilometrdə eşidilir. İnsanın beyin damarı elədir. O aterosklerotik dəyişikliklər nəticəsində görürsən ki, damarın divarı dəyişir. Bəzi adamlardan niyə xolesterin deyiləndə qorxur insanlar? O bilyaşkalar, yığıntılar yığılır və damarı daraldır. Qan təzyiqinin olması da orada rol oynayır. O təbii ki, ondan başqa, yəni artıq çəki rol oynayır, qan təzyiqinin olması rol oynayır, qan azlığı rol oynayır, orqanizmdə element çatışmamazlığı, elementlərin çatışmamazlığı, vitamin çatışmamazlığı səsin əmələ gəlməsində rol oynayır, əsəb sistemində olan oyaqlıq rol oynayır. Bax, görürsən, bir ayda yuxum pozulub. O son nəticədə gətirir yuxu pozulduğuna da gətirib çıxara bilir. Onun müalicəsində biz hər zaman dediyin kimi altın damla çox Bizim gözəl. altın damlamızı Çox gözəl effekt verir. Gəlsin sizə. Gəlsin bir dəqiqləşdirək görək səbəbi nədir?